bələdiyyə, nə icra hakimiyyəti heç bir zaman maraqlanmayıb. Yəni bu şəxsi mənim getmir. O məhəllədə yüzlərlə insan yaşayır da. O qədər bərbaddır ki, artıq evə girib çıxmaq mümkün deyil. Maraqlanmaq nədir? Mən sizin bax məhəllənin problemi ilə maraqlanım. Siz mənə deyəsiniz ki, yox, siz mənə deyəsiniz ki, bura asfalt yoxdur, yağış yağanda bura palçıq olur. Mən deyəcəm ki, başa düşdüm, mən Azəravtoyol servisə xahiş eləyəcəm, yazacağam və deyəcəm ki, vətəndaşın bu problemi həll elə. Artıq məndən də məsələ çıxır, ümid qalır ona. Yəni mərkəzləşmənin problemidir. Bu, siz diqqət eləyirsiniz. Məsələn, bir Bakı şəhəri biz dəfələrlə tələb eləyirik, təklif eləyirik. Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Bu qədər böyük 4 milyonluq şəhərdə bilirsiniz, təkcə icra hakimiyyətinin üzərinə bu yükü qoymaq olmaz. Bələdiyyə bölgələrin, deyək ki, böyük şəhər bələdiyyəsi formalaşır, yaxşı bir büdcəsi yaranır, özünün iş görmə imkanı yaranır. Onda artıq bələdiyyə özü gəlib sizi evinizdən, məhəllənizdən çıxaracaq ki, gelin 3 gün başqa yerdə qalın, buranı biz asfaltlayaq, bura keçid eləməyik. Ümid eləyək ki, olacaq vaziyyə. Onu biz də ümid eləyək. Amma demək istəyirəm o ki, idarə etmədə çevik bir model tapmasaq. İndi əslində Azərbaycan kimi ölkədə biraz axtarış var. Bax, görürsünüz, icra nümayəndələri var, oradan demək, xüsusi nümayəndələr təyin olundu. Onların indi fəaliyyətinin necə olacağı eksperiment kimi baxılır ki, gələcəkdə ya icra nümayəndəsi qalacaq, ya xüsusi prezidentin xüsusi nümayəndəliyinə hamısı çevriləcək. Yaxud da məsələn regionların birləşməsi məsələsi var. Məsələn bizdə rayonların özünün də çevik idarə etmək üçün birləşməsinə ehtiyac var. İndi təsəvvür edin ki, məsələn vergilərin, gömrük, hər sahənin, maliyyə filan hamısının regional idarələri yaradıldı. Təhsildə filan da yaradıldı, nəqliyyatda. Regional idarə yaranıbdır. Məsələn bir rayonda olan regional idarə 10 rayona baxır. Artıq bu 10 rayona bir idarə baxırsa, demək bu 10 rayonu artıq bir yerə cəmləyib çevik idarə etmə, məmur sayını azaltmaq lazımdır. İdarə edici sayını azaltmaq lazımdır və bunu idarə etməni vətəndaşın təşəbbüskarlığının əsas orqanizmi olan bələdiyyə buraxmaq lazımdır.